Azərbaycanın mənim adlı 8-ci beynəlxalq uşaq və gənc festivalına doğrudan da bu festivalın əhəmiyyəti çox böyükdür. Artıq 8 ildir ki, bu festival ənənəvi şəkildə davam edir. Və bu günlərin beynəlxalq səviyyədə oluşmaları onun bariz nümunəsidir ki, artıq Xətai Sənət Mərkəzində Azərbaycanın adlandırılan bu festival memarlıq abidələri, onun mədəniyyəti, milli kimliyi, milli dəyərləri təbliğ edilir və bütün dünya artıq Azərbaycanın tanımaq uğrunda mübarizəsi. Və təsviri sənət, mən deyərdim ki, ümumiyyətlə sənət baxımından olan xüsusiyyətləri əhatələndirilməşdir edilir və ən böyük təbliğat məhz təsviri sənət əsərləridir. Bu günlər yetişən gənc nəsil, xüsusilə də bu sərgidə iştirak edən kiçik yaşlı uşaqlarımız 8 yaşdan 21 yaşa qədər 2000-dən artıq əsər yığılmışdır və böyük bir müsiblər heyəti tərəfindən 900-də yaxın əsər sərgilənəcək ki, bu da müəyyən, yəni 5 gün ərzində sərgilərinəsə nəzərdə tutulur. Yəni, böyük bir işdir. Mən deyərdim ki, Azərbaycanın, yəni onun milli dəyərlərin, milli kimliyi, milli xüsusiyyətlərin təbliğat aparması, yəni yetişən gənc nəsillərimiz elə bir əsərlər yaratması sevindirici hal. Bu günləri əziz iştirakçılar, əziz qanlarımız, bu günləri çox dəyərli qonaqlarımız var, xalq rəssamları, bu təşkilat komitəsinin üzvləri iştirak edirlər və onların da hər bir sözləri var. Xüsusilə də ilk növbədə mən Xətai Sənət Mərkəzinin rəhbəri, yəni rejissor Zahid Əbuzova söz vermək istəyirəm ki, onun sərgi haqqında müəyyən fikirləri bildirsiniz. Buyurun Zahid. İçərdən bütün qonaqları, sərgi iştirakçılarını salamlayıram. Sağ olun ki, hamımız dəstək olunsunuz. İstər valideynlər, istər müəllimlər, istər sərgiyə dəstək edən müxtəlif təşkilatın nümayəndələri. Bizim üçün buna yığışmalı, bizim üçün çox xoşdur ki, belə bir tədbirə ev sahibliyi edir və onlar da bizə bir dəstək. Tədbir çox maraqlıdır. Bildiyiniz kimi, bu bizim 8-ci beynəlxalq uşaq rəsmi festivalıdır. Bu festivalda hardasa 2000-dən yuxarı əsər təqdim olunub və bu əsərlərin sərfindən 900-ə qədər əsər seçilib sərgilənmək üçündür. Belə ki, bu əsərlərin sərgilərində 150-yə qədər xarici ölkələrdən təqdim olmuş əsərlər var. Biz elanda yazdığımız kimi bu əsərləri özümüz çap edib, çərçivələyib, burada sərgidə bu bir əsərlərlə bərabər 4 gün ərzində növbəli şəkildə sərgiləyəcək. Bugün 8-12 yaş arası uşaqların əsərləri burada sərgilənir. Gördüyünüz kimi, balaca uşaqlarımız hamısı əsərlərində Azərbaycanı təsvir ediblər. Çünki bizim əsas devizimiz də olmuşdur ki, mən Azərbaycanı sevirəm, mənim gözlərimdə Azərbaycan. Məqsəd də oydu ki, əsərə baxmadan, əsərdə izah yazmadan, əsərə baxanda əsərin Azərbaycana aid olduğunu sezmək, görmək. Demək olar ki, böyük əsərlərin əksəriyyətində bu hiss olunur. Əsərə baxanda Azərbaycanın hər hansı taxıl gücü ilə, hər hansı bir mətbəx nümunəsindən, geyim tərzindən və yaxud da məşəq nümunələri ilə əsərə baxanda Azərbaycanı hiss edir. Bu çox maraqlıdır. Çox maraqlıdır. Çünki uşaqlar Azərbaycanı sevmələri üçün onu tanımaları lazımdır. Bir dahilin sözü var. Biz də bunun üçün də çalışdıq ki, uşaqlar başqa mövzu yox, yine ayrıca Azərbaycan işləsinlər. Azərbaycan, çünki Azərbaycan bizim vətənimizdir, bizim gələcəyimizdir, bizim hər şeyimiz bu Azərbaycanın bizim ürəyimizdir, canımızdır, anamızdır. Çünki Azərbaycan hara qaçsaq, hara geçsək, hansı xarici ölkədə yaşasaq, müəyyən müddət ərzində ora xoş olsa da, ondan sonra bir zamandan sonra insan bir yaşa olandan sonra vətən çəkir, vətən çəkir. Bunun üçün də bu vətəni sevmək lazımdır ki, bu vətən sevsək, vətən elə bir işıqlanar, çiçəklənər ki, sevsək bunu qurmağa da çalışacaq. Bu da Azərbaycan çiçəklənəcək, formalaşacaq və gələcəkdə bizim xarici ölkələrə getmək ancaq gəzməyə gedək, getməli olacaq. Çünki
Həqiqətən belə bir ölkə bəlkə dünyada yox kimindir. Həqiqətən çox qəşəng ölkədir. Hər ikisi yanaşa bilər. Azərbaycanın istər mətbəxi, istər insanları, çox şeylərinə baxsan, çox özəllikləri var. Bu da Allahın bizə bir hədiyyəsidir. Mən də bilirəm ki, Azərbaycan vətənimizi qorumaq lazımdır. Siz gənclərə də aiddir, sevmək lazımdır. Çünki gələcək siz gənclərə aiddir. Siz gənclər bu gün bir nəsil, bir ölkəni idarə edir, gələcəkdə başqa bir nəsil idarə edir. Gələcək o dövrün nəsli siz olacaqsınız. Sizdən çox şey asılır. Çox sözsüz demək olar. Burada müxtəlif qonaqlarımız oturubdur. Hansı ki, daha çox sözlərini deyə bilərlər, daha çox fikirlərini bölüşə bilərlər. Bildiyiniz kimi bu tədbir Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Rəssamlıq Akademiyası, Xətai Sənət Mərkəzi, Xətai İcra Hakimiyyəti, Azərbaycan Televiziyası və Naxçıvan Rəssamlar Birliyinin bircə dəstəyi ilə formalaşmış bir tədbirdir. Əslində bu müsabiqədir. Bildiyiniz kimi müsabiqədə əsərlər, bu sərgilən əsərlərin içərisindən əsərlər seçiləcək. Hər gün 10 əsər olmaqla və 30 əsər, hər yaş qrupu üzrə 10 əsər olmaqla 30 əsər sonradan bizim bir festivala dəvət olunacaq. Festival günündə də həmin 30 uşaq burada özlərini sunayacaqlar və onlar əlavə mükafatlar, üçüncü yerlər, hədiyyələr qazanacaqlar və həmin günü bizlə olacaqlar, müxtəlif tədbirlərdə iştirak edəcəklər və bir günü o festival günümüz həmin gün olacaq. Bu gün festivalın sərgisidir, festivalın müsabiqəsinin birinci sərgisidir daha doğrusu. Çox şadlıq ki, sizlərlə bir yerdəyik, təşəkkür edirik ki, siz valideynlər dəstək durumsunuz, müəllimlər də dəstək durumlar bu tədbirə köməkli edir ki, bu tədbir uşaqlar öz əsərlərini işləyiblər, nəfir bura çatdırıblar. Çox sağ olun, mənim deyəcəyim də sağ olun. Doğrudan da Zahid müəllim çox böyük bir işlər görür. Mən deyərdim ki, yetişən nəslə böyük bir dayandır, böyük bir təkandır ki, onların rəssamlıq baxışları, onların dünya görüşləri həmən bu sərgilər vasitəsilə irəliyir. Və Zahid müəllim qeyd edir ki, təşkilatçılardan biri də Azərbaycan Rəssamlar İttifaqıdır. Yəni, ona görə də mən Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, xalq rəssamı, professor Ağali İbrahimov söz verir. Əziz bağlar, Zahid müəllim təşkilatçılardan deyil, amma mən istəyirəm ki, dünən şahid edək, misafirman qabaq, sən Nazim müəllimə danışdın, Murat müəllimə, vaxt təmin gələcəyinə bugün onlar Türkmenistan'a alıyorsunlar, bu yaxınlarda da Ramazan günüdür, İslam'da biz oradan da neden Nazir'in de misafir bölüm var. Bu da aşağı şimdi 8 yıldır biz konuşuyoruz. Eğer 8 yıl bundan cevap 300-500 iş yığılırsa, indi 2000'den çok iş yığılır. Onunla da beraber son yıllar bu festival beynəlxalq səviyyədə. Hindistan, Çin, Şri Lanka, Belarusya, İran, Türkiye, yani bu Qazaxıstan, yani bu başkalarının var. Bu sərgiyə çoxlara bizim Azərbaycanla Türk devleti, ümumiyyətlə bütün devletler var. Ona göre ki bizim Heydər Əliyev dahi eden bir fikri var. Dedi ki, xalqın milli sənəti və mədəniyyətinə biz fikirlərsə görərik ki, dünyanın en büyük devletlerinden Argentina, başlamış şeylerinde Azərbaycan rəssamları, Vatikanca, Üzeyir Bey, burada konularımız Üzeyir Bey ekibi, Qarabağ Üniversitesi, Neçəbi Bazı, Nataba, Nəsəbi Gəncəmi, Dədə Qorqud, Belgiyədə və mən bunların çoxluğunda açılışında olmuşam. Mən demək istəyirəm ki, doğrudan da Azərbaycanın
dərin bir mədəniyyəti olan, tarixi olan bir dövlət kimi tanınırlar. Çünki sərgidə də balacadan böyüyə kimi, bu da nədir? Bax, bunlar rəssamlar arasında. Ümumiyyətlə, gənc rəssamlar, balaca rəssamlar arasında ünsiyyət verir. Dünyada ən vacib bir məkan varsa, bu da ünsiyyət. Və bir şey qeyd etmək istəyirəm, burada məndəzən Qarabağ mövzusu var. Çünki hər bir insan, hər bir uşaq öz keçmişini bilməli, öz qəhrəmanlarını bilməli, öz ənənələr, milli dəyərləri saxlamalıdır və Niyazın heykəli açılanda ki, bilirsiniz ki, multikulturalizm tərəflı müəyyən dəyərlər var ki, onların içində qurumlar var ki, öz mədəniyyətini, milli dəyərləri sıralamaq istəyirlər. Və ona görə Niyazın heykəli açılacaq, İlham Əliyev cənabları dedi ki, biz öz milli kökümüz, milli dəyərlər üzərmişdir. Və bir də bizim görüşümüz oldu. Cənab Prezident dedi, Mikeman tək Mikemancan da bütün İtaliyanın dünyaya tanıdı. Siz də elə sənətkar olmasın, Azərbaycanın tanıdınız. Və bir gün görürsünüz ki, Zahid mənim əzlətimlə beraber 8 il bu festival əzləriyle dünyanın ən böyük dövlətlərindən Azərbaycanı tanıyıb, Azərbaycanı necə görürlər bu məsələlərdən. Müəyyən işlərimiz var, amma Azərbaycan yox edir, ona görə asılmışlar. Demək istəyirəm ki, bizim balalarımız da gedə başqa şirkət olurlar. Mən nə demişəm, bütün valideynlərə çox sağ olun desin. Çünki valideyn dəstək olmazsa, heç vaxt insanlar, uşaqlar bu məziyyətdən çoxlanmaz. Oradan biz bir-birimiz baxdım işlərə, oradan da müəllimlərlə də çox şanslıyım. Çünki müəllimlə uşaq arasında ünsiyyət olmalıdır. Birisi ən vacib məqam budur ki, əsl müəllim. O öyrənmir, istiqamətlərini. Bu çox vacib olur ki. Buna görə mən ilk növbədə icra hakimiyyətinin bizim Fənaq müəllimə çox sağ olun. Məsələn, hər dəfə dəstəyi, hər dəfə. Bu böyük şey. Çox vacib bizim gənclər, dərslik nazirində. İndi gələn mədəniyyət nazirində gələn burada olaydı. Ümumiyyətlə, verilmək istəyirəm doğrudan da bu böyük təşəbbüslü Zahid müəllimin sizə onlar arzu müəllimlər və bizim bağlarımıza hamısına can sağlayır. Ümumiyyətlə, Peyğəmbərimiz deyir, o insanlar ki, əlləmişdir, onlar azadlar. Hamısı çox sağ olun istəyir. Sağ olun. Çox sağ olun, dəyərli fikirlərə görə. Doğrudan da bu günlərin Xətai Sənət Mərkəzinə və yetişən gənc nəsillərimizə, rəssamlarımıza, kiçik yaşlı rəssamlarımıza həmişə böyük bir qayədə dəstək olur. Və bu günləri bizim tədbirimizdə Xətai rayon icra hakimiyyətinin humanitar şöbəsinin rəhbərdə çıxış edir. Mən Pənah İmamova söz vermək istəyirəm. Pənah müəllim də öz fikirlərini bildirsin. Çox sağ olun, mən hər birinizi salamlayıram, rayon icra hakimiyyətinin rəhbərliyi adından, Rafiqanın adından sizə salamlarımı yetirirəm. Həqiqətən də biz rayon icra hakimiyyəti olaraq ümumiyyətlə rayonumuzda baş verən belə hadisələrə kəsimdir, səhiyyədir, mədəniyyətdir, bu sahələrə bizim başımızın xüsusi diqqəti var, qayğısı vardır. Və biz də belə tədbirlərin keçilməsi üçün əlimizdən gələn edirəm və yeri düşmüşkən deyim ki, təxminən 2 il əvvəl biz Ukrayna dairəsi yaxınlığında yerləşən Heydərəqə parkını, 4 hektarlıq parkı biz 14 hektara çatdırdıq və orada da deməli 918 yerlik bir amfiteatr tikdik ki, və 2 ildən artıq orada müxtəlif formatlı tədbirlər keçirilir sakinlərimiz üçün. Yəni, demək olar ki, əksər incəsənət ustaları, tanınmış incəsənət ustaları orada iştirak ediblər, çıxış ediblər və bu da insanlarımızın həm estetik dünya görüşünün genişləndirilməsi, eləcə də mədəni işimizin qorunub saxlanmasına. Yəni, ondan başqa da müxtəlif orada tədbirlər keçirildi, sərgilər keçirildi, uşaqlarımızla bağlı Kəlabay sərgisi,
keçirildi. Yəni də müxtəlif formatda tədbirlərimiz olubdur. Və bu da əlbəttə ki, rayon başçısının və kollektivimizin hansı ki, dövlət başçısı qarşınızda bir məmur qarşısında verdiyi o tür vəzifələr var ki, insanların üçün, mədəniyyətimiz üçün çalışır, biz də əlimizdən gələni edək və öz dövəsində mən Rəzədə də Zahid müəllimə xidmətdarlıq edirəm və çox bizim üçün də şərəfdir ki, Xətai Sənət Mərkəzi bizim Xətai Dövlət ərazisində yerləşir, elektrik mərkəzində üzbəyüzlərdir, tədbirlərimiz də birgə keçirilir. Xabar müəllimə sizə də minnətdaram, çünki siz Azərbaycanda görkəmli rəssamlarlansınız və o insanlardasınız ki, bu sənətin yaşaması üçün və gənc nəslə götürülməsi üçün əlinizdən gələni verirsiniz, biz onu görürük. Və bu günləri Azərbaycan Mədəniyyət Nazirliyinin fəaliyyəti artıq hiss olunur. Çünki bizim insanlarımız dünyanın ən müxtəlif məkanlarında, elm ocaqlarında, təhsil ocaqlarında və ən əsası da odur ki, mədəniyyət sahələrində, istər səhnələrində olsun, istər sərgilərində olsun, ən yüksək səviyyədə öz əsərlərini göstərirlər və ən yüksək səviyyədə Azərbaycanı təmsil edə bilirlər. Və elə demək olar ki, internetdən hər gün yeni bir şey. Bu yaxınlarda da birini oxuduq ki, məsələn, Amerikanın xüsusi təyinatlı polis dəstəsində bizim Azərbaycanlı çalışır. O günləri baxıram, bir nəfər qadın, cavan qadındır, Amerika hərbisində xidmət edibdir. Yaxud da bir müddət əvvəl hərbimiz bilir ki, bir nehrəmli var idi ki, hansı ki, Amerikanın deməli, dəniz pişikləri deyildə, orada xidmət göstərir. Daha tibb mərkəzlərində, klinikalarında, elm mərkəzlərində, məsələn, Harvarddan tutmuş, Oxforddan tutmuş, Cambridge-ə qədər artıq bizim insanlarımız orada professor kimi, müəllim kimi fəaliyyət göstərir. Bax, bu, biz Azərbaycanlıyıq, biz buna qadirik kəlməsidir. Biz ulu öndərimizin qarşımızda qoyulub ki, ən böyük Azərbaycanlı hansı ki, o ölçüdür və biz bunların hamısını bu günləri dünya sübut edirik. Biz dünya sübut edirik ki, vandal biz yox, bizi vandal adlandıranlardır. Buyurun, torpaqlarımızı azad elədik, bir dənə daş üstündə qalmayın. Yəni, bax, biz bunu bir daha dünya çatdırırıq ki, biz sülhü sevənik, biz incəsənəti sevənik, biz dünyada ən gözəllərə xidmət edənlərik. Və əlbəttə ki, ulu öndərimizin davamçısı Cənab İlham Əliyevin bu günləri onun haqqında danışmaq, ümumiyyətlə Azərbaycanın yüksəlişi haqqında danışmaq bütün sahələrdə çox rahatdır ki, həmişə Cənab Prezidentin hər bir çıxışında, hər bir hərəkətində, hər bir görüşündə yeni bir şeylər biz görürük. Ən nəhayətdəki bir neçə gün bundan əvvəl Çin Xalq Respublikası, günlər görürsünüz, Rusiyadakı paradda yalnız Çin Xalq Respublikası özünə hürriyə elədi, özünün cəsarəti gəlib orada iştirak elədi. Təsəvvür etsin nədir? Həmin Çin Xalq Respublikası Azərbaycan prezidentini bir dünya lideri kimi qarşılar. Hətta bizim mahnılarımızla qarşılar. Bu böyük bir dəyərdir, bunu adam qazanıbdır, bunu Cənab İlham Əliyev qazanıbdır. Nə ilə? Haqqın, ədalətin yanında olduğuna görə. Və bir daha göstərdi ki, dünyanın elə ən sivil, ən hörmətli, belə deyək də, ən mədəni xalqı elə biz Azərbaycan xalqıyıq ki, müharibəni belə biz mədəni, ən yüksək səviyyədə normalara uyğun apardıq. Məhkəməni bu günləri biz dünyanın o özündən deyən məhkəmələri ən yüksək səviyyədə bax, bu erməni əsirlərin, bu cinayətkarların məhkəməsi gedir. Bax, biz buyur, biz buna layiq. 44 günlük müharibə ilə müasir, deyək ki, müharibə tarixinə yeni səhifə yazdıq, dünya dərs keçdik, antiterrorla bir başqa dərsi keçdik, büyük məhkəmə dərsi keçdik. Ona görə də bax, bu yetişən gənclik sözün əsl mənasında Azərbaycanın gələcəyidir və siz hər birinizə uğurlar arzuluyuram. Bu günləri Azərbaycanın nüfuzu orasındadır ki, bax, oradan artıq xarici vətəndaşlar və xaricilər də bu sərgilərdə iştirak edirlər və beynəlxalq status alırlar. Sizin hamınıza uğurlar arzuluyuram.
gözəl nailiyyətlərimizi gözləyirik sizdən, əziz qalalar. Sağ olun. Çok sağ olun. Doğrudan da bir xatırlatmaq istəyirəm. 8 il bundan öncə həmən məkanda ilk Azərbaycanın adlı beynəlxalq festivalının keçirilməsində iştirak edəcəm. Və 8 il bundan qabaq iştirak edən şagirdlərin bir qismi artıq Rəssamlıq Akademiyasının tələbələridir. Bir qismi artıq Rəssamlıq Kollecində təhsil alırlar. Yəni, bu özü böyük nailiyyətdir. Çünki özüm də uzun müddətli Rəssamlıq Akademiyasının dasiyentiyəm. Yəni, bunların hər birinin şahidi olmuşam. Və bu nöqtəyə nəzərdən yetişən gənc balalarımızın, onların biliklərini, təsviri sənətə olan münasibətlərini, təsviri sənətin bədii xüsusiyyətləri, onlara olan görüşü aşılamağından ötürü, nə qədər dəyərli bir sənət olmasından ötürü, bu günləri bizim tədbirimizdə Əzəmət Rəssamlıq Kollecinin rəhbəri, direktoru Rəşad Əhmədov iştirak edir. Rəşad Əhmədov söz verməsi. Buyurun. Əziz tədbirçilər, salamlayıram. Mən həmişə deyirəm ki, Zahid bizim arzuladığımız, istədiyimiz işləri həyata keçirdir. Çünki biz həmişə istəyirik ki, bu istedadlı uşaqları axtaraq, tapaq, qazandıraq təhsilə. Ona görə Zahid müəllim həqiqətən bizim arzuladığımız, illərlə istədiyimiz ideyalarımıza Zahid müəllim verir. Çünki mən Zahid müəllimə çox təşəkkür edirəm buna görə. İkinci də nəsillərin savaşında özümüzdən sonraki nəsilləri dəstəkləməliyik. Yəni, bizdən sonra gələn bu balaca istedadlı rəssamlar bizim sonraki davamçılarımızdır. Ona görə mən bu tədbirdə iştirak edən bütün valideynləri, müəllimləri, hamısına təşəkkür edirəm ki, bu uşaqların rəssam olmağı üçün zəmin yaradırsınız və dəstəkləyirsiniz. Biz arzu edirik ki, bu uşaqlar böyüyəndə bizim kollecə gəlsinlər. Biz Əzimzadə olaraq 105 illik bir şərəfli tariximiz var. Bu şərəfli tarixdə Azərbaycan incəsənəti bütün qaymaqları bu incəsənətin, ağalar yaxşı bir bu tarixdə bu incəsənət kollecini yetirmələridir. Ona görə biz də istəyirik ki, bu kollecin davamçıları, fəxrləri bizim bu balaca rəssamlar olsun. Mən sizin hər birinizi təbrik edirəm, gözəl əsərlər var. İnanıram ki, sizin gələcəkdə yeriniz bizim kollecimizdir. Çox sağ olun, minnətlərim. Sağ olun. Çox sağ olun, Rəşad müəllim, dəyərli fikirlərə görə. Ümumiyyətlə, doğrudan da hər bir festivalın, hər bir sərginin, hər bir bu xüsusiyyətlərin keçirilməsində münsiflərin rolu böyükdür. Yəni, onlar həmişə işlərə obyektiv yaratmaq, düzgün yaratmaq, o işlərinin, o xüsusiyyətlərini, kimisə haqqına toxunmaq və bu xüsusiyyətlər ən önəm kəsb edən məqamlardan biridir. Yəni, düzgün qiymət verilməsi, düzgün seçilməsi, yerlərin təyin edilməsi, sərgidə işlərin iştirak edilməsi əsas önəm kəsb edir və bu nöqtəyə nəzərdən bizim Milli Kitabxanamızın rəssamında iştirak edir, münsiflər heyətində Akif Yarışova söz verdi. Çox sağ olun. Mən bir gənc rəssam olaraq münsiflərin üzvü olmaq üçün aldığım o təşəbbüsü sevinə-sevinə, yəni dəyərləndirdim və sevinə-sevinə gəldim münsiflərin üzvü olmaq üçün və deyərdim ki, bizim bu seçimlərdə 2000-dən çox beynəlxalq və yerli gənc istedadlı uşaqların əl işləri var idi. Onları seçmək həqiqətən bir-birindən çətin idi və maraqlı idi. Çünki illər keçdikcə bizdən inkişaf daha da uğurla olur və uşaqların daha da yaxşı uğurlu əl işləri görülür. Mən burada seçilmiş, əsərləri seçilmiş bütün uşaqları ürəkdən təbrik edirəm və onlara demək istəyirəm ki, siz xoşbəxtsiniz ki, ömrünüzün bu çağında müstəqil və suveren Azərbaycan vətəndaşı olaraq yaşayırsınız. Bizim gənc vaxtlarımızda, hansı ki, tələbəlik illərimizdə mən
2 dəfə diplom işi işləmişəm, təhsilindən asılı olaraq. Hər ikisi də Azərbaycanın yaralı mövzusuna toxunmuşam. Qarabağ haqqında, Xocalı haqqında. Çünki bizim o yaşadığımız, o sizin kimi yer-yetmə olduğumuz dövrlərdə ancaq bizdə televiziyalarda, təbliğatlarda gündəlik xəbərlər, o qədər xoşa gələn xəbərlər eşitmirdik ki, biz də öz sənətimizə, yaradıcılığımıza o sahədə. Amma sizin bugünkü gündə Azərbaycanın deyəndə siz müstəqil, suveren Azərbaycan haqqında fikirləşməyiniz sizə daha rahatdır. Mən arzu edirəm ki, bizim balaca rəssamlarımız doğma Qarabağımızı gəzmək şansını daha da yaxşı dəyərləndirsin və bütün valideynlərdən xahiş edərdim ki, yəni mən bir rəssam kimi onu sizdən xahiş edirəm, hər birimiz istirahətə gedirik, müəyyən yerlərdə bir yay tətilində filanda gedirik istirahətə, bu Qarabağ zonasını niyə deyirəm, bizim ən yaralı yerimiz idi. Allah bizim şəhidlərimizə rəhmət eləsin, Ali Başkomanda can sağlığı versin ki, o huzuru, o xoş gün güzaranı bizə nəsib elədilər. Biz bu rahatçılıqla, bu sevinclə yaşayırıq və danışa bilirik. Sizdən, valideynlərdən nə xahiş edərdim? Uşaqlarla ki, istirahət mərkəzlərinə gedəndə mütləq onlara bir qələm, mütləq onlara bir yanında kağız, nəsə orada bir işləsinlər. Çünki rəssam təbiətdən qidalanmalıdır. Rəssam təbiətdən qidalanmasa, o yaradıcı rəssam olur. O şəkil çəkir. Şəkil çəkməkdə hamı da var, hamı nəsə var. Amma yaradıcı rəssam olmaq üçün mütləq təbiətdən qidalanmalısan. Mən hər bir iştirakçıya uğurlar arzulayıram, növbəti mərhələyə yəqin ki, 30 nəfər əsəri ilə seçilməlidir. Orada da olacaq seçimlərdə çalışacağım, öz, necə deyim, ədalətlilik prinsipini qoruyaq və sizin hamınızı təbrik edirəm, valideynlərinizi də təbrik edirəm, sizə daha uğurlar arzulayıram. Çox sağ olun. Çox sağ olun. Doğrudan da belə tədbirlərin keçirilməsinə daima Mədəniyyət Nazirliyinin böyük bir dəstəyi olur. Bu günləri yəni bizim tədbirimizdə Mədəniyyət Nazirliyinin müşaviri Cahangir Səlxanov iştirak edir. Biz də sözü Cahangir Səlxanov. Salam əziz uşaqlar, salam hörmətli həmkarlar. Mən uşaqları ayaqda çox saxlamaq istəmirəm, ona görə çox qısa danışacağım. Onu deməliyəm ki, bax, günün uşaqları sabahın düşünən, yaradıcı təfəkkürə malik vətəndaşlarıdır. Bizim üçün bu çox vacibdir. Mən hətta deyim sizə ki, sizi görəndə mən xatirələrinə qaldım. Yadıma düşdü ki, vaxtı ilə mən bizim uşaqları, ailənin uşaqlarını, qızını, bacım oğlunu, biz də həmişə vaxt biri-birinə deyirdik ki, sənin vaxtın yoxdursa, sən apar, gətir, rəsm dərslərini. Və həmişə də onların sərgiləri olanda biz onu böyük bir təntənə kimi, ailə üçün bir təntənə kimi keçirdik. Necə ki, sizin valideynlərinizin də hamısı buradadır. Çünki bu doğrudan da bizim üçün çox vacibdir ki, sabah siz böyüyəndə dünyaya necə baxacaqsınız? Siz daxilən sərbəst olasınız, özünüzü ifadə eləməkdə çətinlik çəkməyəsiniz. Sizi qorxular, fobiyalar bürüməsin. Siz biləsiniz ki, dünya gözəldir. Necə ki, sizin şəkillərdə, tablolarda bu özünə əks etdirir. Siz dünyaya bax belə, deməli, rəngarəng və əlvan baxışla baxa biləsiniz. Bu, böyüklər üçün çox vacibdir. Ona görə də burada oturan bu ağsaqqallar, bu gənc əmilər, dayılar, hamı işini atıb sizin bu sərgi ilə məşğul olur. Mən bilirəm, mənə Ağalı müəllim danışdı ki, nə qədər minlərlə deməli rəsmlərdən seçim gedir. Mən jüriyə də təşəkkürümü bildirirəm ki, bu böyük işi görürlər. Və əlbəttə ki, bu prosesdə hər şeydən vacib iştirakdır. Kim seçilibsə, kim seçilməyibsə bu iş o qədər də vacibdir. Əsas odur ki, siz özünüzü rənglər, boyalar vasitəsilə ifadə edib buraya gəlmişsiniz. Deməli, siz gələcəkdə sizin daha xoşbəxt və daha maraqlı bir insan olmağa deyil ki, biletini siz çəkmişsiniz, artıq o sizdədir. Ona görə bu işi davam edin
rəsmi ümumiyyətlə incəsənətə heç vaxt atmayan, ona görə yox ki, valideynləriniz əlinizdən tutub gətirilirsiniz. Özünüz harada imkan tapdınız, həmişə çalışın. Hər bir vasitə ilə incəsənətlə özünüzü ifadə edəsiniz. Hamıza uğurlar təşəkkür. İştirak edən, bugünkü sərgimizdə iştirak edən şagirdlər, ondan sonra tələbələr, hər biri, yəni diplom, bəlkə də bu diplomları bəziləri birincidə qalırlar, amma doğrudan da gələcək həyatımızda çox böyük bir önəm kəsb edir. Şəkil çəkin. Əziz valideynlər, bugün demək olar ki, tədbirimizin birinci hissəsi, birinci günü başa çatdı. Bu 8-12 yaşlı olan yaşlı uşaqlar üçün nəzərdə tutulmuş tədbir idi. Mən elə bilirəm ki, tədbir uşaqların da valideynlərinin xoşuna gəlmişdir. Çünki çox maraqlıdır, uşaqların əhval ruhiyyəsindən hiss olunur ki, tədbir çox maraqlı geçdi. Çünki bir nastroyena deyirlər, bir ruh müstəhliyi vardır. Bizim üçün də çox xoş oldu ki, belə bir tədbirə ev sahibliyi elədik. Tədbirin belə maraqlı geçməyi üçün sizin də böyük dəstəyiniz oldu. Teşekkür edirəm. Sağ olun.